Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Həyət o qədər gözəldir ki, mən dünən axşamda bu bağda olmuşam. Bugün də olmuşam bağda, amma bugün üçüncü dəfə bu bağda çəkiliş üçün gəlmişəm. Mərdəkan, cənnət məkan. Belə bir ad vermişik bu bağa, ev sahibinin verdiyi addır. Çox gözəldir, çox qəşəngdir. 12 sotdan çox torpaq sahəsi olan bu əşyalı bağ bugün eksklüziv olaraq bizim tərəfimizdən satışa çıxdı. Ev tam əşyalı satılır. Evin daxilində 180 kvadratlıq, 4 otaqlı, 2 sanitar qovşağı olan əşyalı yaşayış üçün nəzərdə tutulmuş bir ev. Hovuzun yanında, evin qarşısında 35 kvadratlıq, tam əşyalı, döşəməsi, isti döşəmə olan yayğış mətbəxi, söhbətgah. Arxada bir dənə cənnət bağ var, onu da göstərəcəm sizə. Sonra evin sol hissəsində avtomatik olaraq darvazadan içəri keçəndə 50 kvadratlıq qonaq evi. Qonaq evinin daxilində sanitar qovşağı, mətbəx, bütün əşyaları var. Mən bu məlumatları verirəm sizə, sonra bir-bir təqdim edəcəm. Gördüyümüz kimi avtomatik olaraq darvaza pultla təchiz olunmuş. Bir daha söyləyirəm, tam yaşayışdır. 4 ilin evidir. 3 ildir ki, burada bizim müştərimiz yaşayır. Xoş günlər keçirdi. O qədərdir bu ev bizə düşərli olub ki, çox gözəl evdir. Bugünkü gündə də satışın səbəbi şəhərdən ev alacaq. Bu da məktəblə, işlə əlaqədardır. Heç dir getmək istəmirəm. Burada sakitçilik, burada bir huzur var. Burada quşların səsindən başqa demək olar ki, heç nə eşitmiyor. İndi isə başlayıram bir-bir evin və evin həyətində nə yerləşirsə onu sizlərə təqdim edeyim. Onu da sizə bildirim ki, tam kupçalıdır, paket kupçadır. Evin qiyməti isə start olaraq 660 min manatdır. Endirim olunacaq. Buyurun gedək. Sağ tərəfdə manqal, yanında su hövzəsi, su hövzəsinin altında dolabı da var. Bu hissədə avtomatik olaraq pultla təchiz olunmuş darvaza və bir maşınlıq qaraj. Həyətdə işlənən əşyaları falanları bura yığıblar. Ev sahibi heç demək olar ki, bura maşın salmır. Çünki küçəsi çox gözəldir. Evin həyəti də gözəldir. Demək olar ki, deyir, mən bura bir-iki dəfə maşın salmışam, salmamışam. Bu pəncərə yataq otağıdır. Valideyn yataq otağıdır, əsas valideyn yataq otağıdır. Evin daxilində bütün əşyalar var. Kondisionerlərindən tutmuş, hər bir şeyə qədər mövcuddur. Hər şeydə qalacaq. Çox geniş, gözəl bir ərazidir. Yaşıllığına söz ola bilməz. 25 ədəd ayrıca meyvə ağacları yerləşir evin həyətində. Gördüyümüz kimi dekorativ ağaclar, hardasa 10 ədədə yaxın palma ağacımız var. Hamısını görəcəksiniz. Bir-bir. Keçək. Gəl Natiq, buranı göstərim. Hovuz haqqında da məlumat verəcəm. Ölçülərini də deyəcəm. Bura bizim qonaq evimizdir. Həyətdə istifadə olunan qonaq evidir, əzizlərim. Hər bir şey gördüyümüz kimi yataq bəsti, televizoru, dolabları, bəzənmə stolu, soyuducusu, kondisioneri, mətbəx mebeli, balaca da olsa. Burada isə daxilində buranın özünün sanitar qovşağı var. Gəl Natiq. Onun içərisində sanitar qovşağından əlavə olaraq burada da həyət üçün nəzərdə tutulmuş ayrıca sanitar qovşağı var. Gedək söhbətgaha. Sən oradan gəl, mən də buradan gəzə-gəzə hovuza düşməsəm əl çəkməyəcəm də. Hovuz haqqında məlumat verim. Hovuzun eni 5 metr, uzunluğu isə 12 metrdir. Dərinliyi 1.65-dən 1.50-yə qədər dəyişir. Hovuzun yanında əşyalı olaraq hal-hazırda gördüyümüz bura söhbətgah alınır və yaxud da yayğış mətbəxi kimi nəzərdə tutulub. Altında 15 tonluq su anbarı var, döşəməsi isti döşəmədir.
Buranın və e, qonaq evinin istilik sistemi ayrıcıdır. Evdən ayrıdır. Onun kombisi falan hər şeyi ayrıdır. Buranın da özünün kondisioneri, soyuducusu, televizori, hər bir əşyaları mövcuddur. Vay vay Natek. Mən bayaq bura gəlmişdim. Burada oturmuşdum. Gel. Bugün ayın neçəsidir? 24'ü may. Gel bir dənə bura. Əzizim gel bura. Meyvəli bağ axtaran insanlar, müştərilər. İnşallah gedəndə dərərəm birin. Tam yetişməyib amma dərərəm. 25 ədəd tam meyvə bar verən meyvə ağaclı bir bağdır. Əncir, xartut, nə bilim, nar, hər bir şey var. Bu hissədə də rayon torpağı gətirilib, tökülüb. Bu hissədə ev sahibi keçən il deyir, o qədər deyir tərəvəz əkmişdim ki, o qədər deyir istifadə elədim oradan, ləzzət alırdım deyir. Bu il istifadə eləməyib, yəni əkin eləməyib, amma kim istəsə, istədiyi vaxtı bu evi alandan sonra orada özü üçün xırda bir bağ sahəsi sala bilər, tərəvəz əkə bilər, nə istəyir, əkib ağız dadı ilə yər inşallah, nuş olsun. Gəl abi, həyət tam oldu. Tam olaraq təqdimat elədim. Bir daha söyləyirəm. 12 sot, 180 kvadrat ev, 35 kvadrat söhbətgah, 50 kvadrat qonaq evi, garaj. Bugünkü gündə start qiymət 660 min manatdır. Endirim olunacaq, sənədlər paket kupçadır. İnternet, qaz, su, işıq hamısı daimidir. İndi isə keçək evin daxilinə. Buyur. Düşdü abi, niyə düşmürsən ki? Gəl. Evin ümumi giriş qapısı. Dəhliz, kiçik bir dəhliz. Dəhlizin tam baş hissəsində dolab yığılır. İçərisində əşyalar var. Çox açıq göstərməyəcəm. Tam bitrim pəncərələrdir hamısı ev. Evin qonaq otağı hündürlük 5 metr. Demək olar ki, ev sahibi deyir ki, mən burada neçə illərdir qalıram, qonaq otağına əşya heç mənə lazım olmayıb. Çünki hər zaman deyir, həyətdəki söhbətgahdan istifadə edirəm. Ev bütöv olaraq isti döşəməklə təmir olunub əzizlərim. Evin pəncərəsindən həyətə görüntü möhtəşəmdir. Qonaq otağının baş hissəsində xanımın gözəl bir mətbəxi var. Mətbəxdə bugünkü gündə hər bir şey mövcuddur istifadə üçün. Soyuducu, paltar yuyan maşın, çöldə qab yuyan maşın da var idi. Burada da bilmirəm, var yoxsa yoxdur, yoxlamamışam. Məncə yoxdur, amma həyətdə var. Hə? Yoxdur, yeri var amma. Bütün sobalar, hər bir şey mövcuddur. Buradan da birbaşa bağa giriş-çıxış qapısı var. Birbaşa bağ hissəyə. Bura gör nə qəşəng görsən. Əl çəkmirsən meyvə ağaclarında. Harda görmüş ya, hara gedirsən, yaxın belə bir yaşıllıq bağ tək-tükdür. Yoxdur demək olar ki. Biz axtarırıq. Kimdə varsa müraciət eləsin bizə. Bəli, tələbat var, istəyənlər var. Sonra keçirik. Baxın, bu ikinci bir dəhliz. Qonaq otağı deyil, dəhlizdir. Burada ümumi sanitar qovşağı, yataq otağı, qardirob, 2 dənə yataq otağı var. İndi isə keçək. Bəli, ümumi 3 dənə yataq otağı var. Birinci keçək. Valideyn yataq otağını təqdim eləyək, hansı ki həyətdə göstərmişdim, qaraja baxan yataq otağı. Birbaşa yaşıllığa və qaraja baxır. Bu yataq otağının daxilində sanitar qovşağı mövcuddur. Hər birinin kondisioneri var. Kondisioner falan, əşya heç bir vaxtı lazım olmayacaq sizə. Hər şey mövcuddur. Evin divarları hamısı sədəf boyanan təmir olunur. Hamısı. Bu ikinci yataq otağıdır. Burada əşya yoxdur. Demək olar ki, ev sahibi deyir ki, mən buradan demək olar ki, istifadə eləməmişəm. Yaxşı oxumadım. Gitarası da var.
Amma dolab yığılıb içərisində var. Hə, sizə bir dənə qardırob göstərəcəm. Bir dənə qardırob göstərəcəm. Super bir qardırobdur. Buyurun. Bəh, bəh, bəh. Nə gözəldir. Çox səliqəlidir. Çox. Baxın, hər şey var da, hər şey. Çox səliqəli bir qardırobdur. Ev özü də görürsünüz ki, hər şey həyətindən tutmuş. Necə? Baxıram. Ev özü həyətindən tutmuş, evin daxilinə qədər gördüyün kimi Natiq hər bir şey öz yerindədir. Səliqəli, səhmanlı. Bu otaq isə Ziya bəyin otağıdır. Futbolçu qaqaşımızın otağıdır. Oğlan uşağının. Allah bütün balaları saxlasın. Ziya bəy həyətdə mənə dedi ki, Hüseyin əmi, mən buradan bir də televizorimi aparacağım. Çünki mən televizoru çox istəyirəm deyir. Mən onu aparacağım deyir. Dedim, problem yoxdur. Biz yeni ev sahibindən danışarıq. O sənə o televizoru hədiyyə eləyər. Kondisioneri, hər şeyi. Hə, buranın bir dənə də görüntüsü var. Bu da Natiq bağa baxır. Görsən, gözəl bir görüntüsü var. Təqdimatımız demək olar ki, bitir. İndi sizə son olaraq evin daxilində yerləşən ümumi sanitar qovşağını təqdim edəcəm və ondan sonra sizi bu bağda gözləyirəm. Hər zaman. Zəng eləyin, inşallah. Gəlin, gecə, gündüz fərq eləmir. Bizə zəng eləyin. Biz sizə ya Natiq ya da ki mən sizə bu bağı göstərək. Ev sahibi ilə görüşün, qiymətləşin, alın bu yayı, qışı, 4 fəsli burada keçirin. Xoş günlər olsun sizlər üçün. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.